Hazırda Ağşəhərin mərkəzi bulvar küçəsinin 4 yol ayrıcı olan hissəsindəyik. Bu ərazidə nə işıqfor var, nə də ki aydın tənzimləmə. Sürücülər də, piyadalar da hər dəfə risk ilə üz-üzə qalırlar. Sakinlər bildirirlər ki, günün pik saatlarında yolda vəziyyət gərginləşir. Əsas yolda olmayan sürücüyə biri yol verir, digəri vermir. Sürücülər də, piyadalar da bu yolda hər gün davaya çıxırlar. Vətəndaşların sözlərinə görə bu vəziyyət aylardır davam edir. Mən bu binada yaşayıram. Hər axşam işdən çıxanda cəmaət burada çox bərbad bir tıxac əmələ gəlir. Qayalar ya yoxdur, ya da saxlayırlar, çünki naruşat edirlər də. Zayevleniyanda yazmışıq, şikayət də yazmışıq, amma hələ işıqfor yoxdur. Problem hələ həll olunmayıb. Çox pisdir, yəni ki, bu yol. Piyadalardan bəziləri kamera qarşısında müsahibə vermək istəməsələr də bildirdilər ki, yoldakı vəziyyət tez-tez qəzalara da səbəb olur. Hətta yerli sakinlər arasında bu 4 yola İnsaf yolu adı da veriblər. Problemlə bağlı Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxladıq. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis kapitanı Toğrul Nəsirli sorğumuza cavab olaraq bildirdi ki, qeyd edilən ərazidə yol polisi əməkdaşları tərəfindən hərəkət iştirakçılarının rahat, təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi istiqamətində tədbirlər həyata keçirilir. Yol hərəkət iştirakçılarından xahişimiz ondan ibarətdir ki, qaydalara ciddi şəkildə riayət etsinlər. Məsələ ilə bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə də sorğu ünvanladıq. Gələcəkdə bu yolda işıqfor qoyulub-qoyulmayacağı ilə bağlı sualımız aldığımız cavab isə bircə cümlədən ibarət oldu. Stat. Qeyd olunan yol ayrıcı ilə bağlı təhlillər aparılacaq. Statın sonu. Görünür, sakinlər hələ bir müddətdə cavabdeh qurumun ciddi müdaxiləsini gözləməli olacaqlar. Nəriminə Kamalova, Arif Əliyev, Orxan Balayev, APA TV.